Numerologiyanın yaranma tarixine gəldikdə, onun tarixi tam bəlli deyil. Tarixdən bizə aydındır ki, numerologiyanın baniləri ilk dəfə şərqdə yaranmışdır. Ərəb əsilli, Hindistanlı Əflakidən tutmuş, sonra onlardan uğurlanmış Yunanlar tərəfindən Pifaqor, hətta numerologiyanın rəqəmlərinə, şifrələrinə, kodlarına qədim Misir piramidalarında, ehramlarında rastlaşmaq olar. Numerologiyanın tarixə düşmüş banisi İmam Cəfər Sadiqdir. Bu elmi o qədər gözəl bilirdi ki, onu hətta ad vermişdilər. Düzdür, o rəqəmləri başqa cür qurmuşdu. Əbcəd Kəbir, Əbcəd Səğir hesablamaları ilə qurmuşdu. Onda əsas insanın adı, anasının adı, doğum tarixi, ili, ayı göstərilirdi və öz hesablarını eləyirdi. Çox da düzgün məlumatları verirdi. Düzdür, İslam dinində gələcəkdən xəbər verməyə haram buyurublar. Yəni, gələcək Allaha məxsusdur, insan talihinin gələcəyi haqqında məlumat verməyi günah biliblər. Amma bütün bunlara baxmayaraq, elm təsdiq edir ki, numerologiya elmi bütün dünyada inkişaf eləmiş ölkələrdə öz təsdiqini tapmışdı. Bəzi sahələrdən fərqli olaraq, məsələn, xeyromantiyadır, ekstrasensorikadır, bunlar elm kimi öz təsdiqini hər hansı bir divara dayanmayıb. Amma numerologiya elmindən bütün dünya alimləri istifadə edib. Axşam namazından sonra, gecə namazından sonra doğulan insanların xarakteri verə bilib. Yəni, onu yenə də doğum tarixi ilə, ayı ilə, günü ilə. Səhərə yaxın doğulan insanların xasiyyətini verib ki, hansı xarakterli olur və hansı sahənin sahibi olur, gələcək mütəxəssis kimi nə ola, kim ola bilər. Dünyada həkim kimi tanınan, alim kimi tanınan İbn Sina numerologiyanın daha çox gözəl bilən bir insanlardan olur. Bütün dünya onu həkim kimi, alim kimi tanıyır. Hətta Əl-Biruni özü bu sahədən istifadə edir. Əl-Cəbri, Buxara alimləri, Teymur Ləngin əlinin altında olan bəzi alimlər şəxsən numerologiyadan istifadə edib öz hücumlarını qururdular. Ayın tarixi ilə, günü ilə, hansı ay düşərli olar və nə nəticə verə bilər. Şəxsən mən uşaqlıqdan bu elmlə özüm məşğul olmuşam. Özü də onun şərq variantı ilə, qərb yox. Qərbdə 1-dən 9-a qədər rəqəmləri verirlər və onun hər rəqəmini kosmik hesablamalarla deyirlər, kosmosdan alınan informasiya ilə. Yəni, xristiyan aləmində. Amma şərqdə tamam başqa cür verilir və geniş formada verilə bilir. Bu elmlə bağlı hər hansı bir sirri insan özü tamamlamalıdır, boşluqları. Yəni, rəqəmlər özü də sirdir. Kompüterdə olduğu kimi kodlaşdırılmış sirdir o. O hesablamaların verilən nəticələri insanlara açıqlanmır. Olmaz açıqlamaq. Hərfin ərəblərdə öz rəqəmi var. Yəni ki, əlif 1-dir, B neçədir, nun neçədir, hamısının özünün rəqəmləri var. Və o rəqəmlərlə bizdə hər şey patriarxal olduğu kimi, yeganə bu əbcəd hesabı matriarxal hesablanır. Yəni, ana xətti ilə adamın adı və anasının adı və hər hərfin rəqəmləri orada toplanılır, bölünür, vurulur, nə olur, o açılmır. Ümumiyyətlə, numerologiyada rəmzlər olmur. Bir şeyin ki, adı nömrə ola, yəni nömrə ola, orada rəmz, xətt mümkün deyil. Bayaq dediyim kimi, rəqəmləri, məsəl üçün, 5 ulduzlu bir fiqur şəkli çəkib, onu rəqəmlərlə hesablayıb, ortasına hansı rəqəm, qıraqlara hansı rəqəm, o artıq magiyada istifadə olunan mövzudur. Bizim İslam dinimiz gələcəkdən xəbər verməyi qəti qadağan buyurub. Sadəcə bəzi elmi sahələr var ki, mən həmişə düşünürəm, əgər insanda üçüncü göz, altıncı hissiyat, ya bu numeroloji sahəni gözəl bilmə qabiliyyəti varsa, bundan niyə istifadə olunmasın? Yaxşı mənada yəni, pis mənada yox. O ki, qaldı insanların gələcəyi barədə və keçmişi barədə güclü numeroloqlar xəbər verə bilir. Yəni, ekstrasens, görücü, numeroloq, baxıcı? Bunlar ayrı-ayrı şeylərdir. Ekstrasens, yəni ekstra hissə malik olan insandır. Numeroloq sırf elmdir.
Baxıcı isə tamam başqa, baxır yəni. Sözün kökü baxıcıdır. Bunlar hamısı ekstrasonik yəni aid deyil ki. Ayrı-ayrı sahələr dedikdə, məsəl üçün xeyramant əl cizgiləri və ayaq altı cizgiləridir. Amma kəsb edirlər. Ümumiyyətlə, o serb ciqanlarından qalma bir şeydir bu xeyramantiya. Kökü onlara gedir. Çıxır, onlar da düzgün proqnoz verə bilirdilər. İndi mən o barədə danışmıram ki, indikilər necədir. Qaldı, baxıcı bir suda baxır, biri daşla baxır, biri nə ilə baxırsa baxır. Ekstrasens isə anında gələn hissdir. Ekstra hiss. Gəlir, deyirsən. Numerologiya isə konkret hesablayıb deyirsən. Mənim sahəm bu iki sahə ilə bağlı, yəni ki, ekstrasens və numerologiya. Psixologiya isə ruhlar haqqında elmdir. Psixologos, yəni ruh haqqında elm. Hansı ki, ruhlar haqqında məlumat verməyi Peyğəmbər tərəfindən qadağan olunub. Yəni, insanın ruhu haqqında çox cüzi məlumatlar verilib. Nə vaxt bədənə girir, nə vaxt bədəni tərk eləyir, yəni bu ruhlarla bağlıdır. İnsanın ikinci dəfə dünyaya gəlib, daha üçüncü dəfə hətta gəlməyi haqqında qərb alimlərindən sızma bir söhbətdir. Bizim İslam dinində belə bir şey yoxdur. Çünki Allah Teala hər bir insana bir dəfə canı verir və o canı alır. Sonra da qiyamət günü, yəni sorğu-suallar başlandı. Ay, mən keçən dəfə deyir filan kəs ovçu kimi gəlib dünyaya, keçən dəfə ikinci həyatında isə müğənni olur zat. Bunlar o insanın beyninin məhsuludur, yaradılmış. Şəxsən mənim fikrimdir yəni bu. Amma bəzi qərb alimləri belə fikir edirlər ki, bu insan ikinci dəfə gəlir, dünyaya üçüncü dəfə gəlir. Yox, can insana, ruh insana bir dəfə verilir və bir dəfə alınır. Mən Hitler haqqında bunu deyə bilərəm ki, o özü yox, o ən çox Yahudilərdən, Almanlardan vergili adamları yanında toplayıb və onların istedadından istifadə edib hücumları qurub. Həmin o insanlar isə konkret olaraq hisslərinə güvənən insanlar olub. Yəni, numerologiyadan istifadə eləməyiblər. Sadəcə o trans vəziyyətinə girib, görüblər ki, bu gün Çexoslovakiyaya gedəcək, sabah, nə bilim, Avstriyaya gedəcək, Avstraliyaya gedəcək. Onların hamısını deyib və sonunda Rusiya ilə olan müharibənin məğlubiyyətini ona deməyə qorxublar. 1970-ci il, tutaq ki, aprelin 22-si, nə qədər insan dünyaya gəlir? İndi sual verə bilərsiniz, o insanların hamısı eyni yazıya məruz qalacaq? Deyil. Bu numeroloji hesablamaları hesablayırsan, düzdür, olur onlardan biri 50 il yaşayır, biri 70 il yaşayır, biri 20 il yaşayır. Amma ki, tarix baxımından elədir. Amma hadisə baxımından eyni gedirlər. Hansı xəstəliklə? Amma bayaq dediyim kimi, insanın özündə olan o hisslər anında gəlir və boşluqları doldurur. Mən fikrimi çatdıra bildim sizə. Yəni ki, eyni tarixdə, eyni gündə, düzdür, eyni saat, saniyədə də ola bilər eyni. Amma o demək deyil ki, onların yazısı eyni olmalıdır. Vaxt baxımından ayrı-ayrı zamanlarda bunlar dünyanı tərk edə bilər, amma eyni hadisədə. Siz özünüz dediniz ki, insan klinik ölüm keçirdir və yaxud da başqa bir hallarda xəstələnən zaman o insana vergimi və yaxud da nəsə bir adlandırma olar. Və siz özünüz necə, sizə necə o vergidirmi, yoxsa ki, o bəsirət gözü necə sizdə açıldı? Mən bu barədə danışmaq istəyirəm. Niyə? Hər halda bir insanlara da maraqlı olardı da. Yox, o barədə... Yəni, sizi hər zaman ekstrasens numerolog kimi tanıyırlar. O barədə deməsək daha yaxşı olar. Necə? O barədə məlumat verməsək daha yaxşı olar. Keçmişdən olan insanlar, məsəl üçün, Vanqadan tutmuş, hamısı, Nostradamus'a qədər, onlar deyir, kosmosla əlaqəm var, bəzilər deyir, ruhlarla əlaqəm var. Yəni ki, bunlara ötürülür bunlar deyir. Onlar elmi izah verə bilmirlər. Amma təbii ki, bütün bunların başında Allah Teala dayanır. Bütün bunların. Yəni ki, mən deyim o vergi haqqında tarixdə indiyə kimi seçmişlər olub.
seçilmiş insanlar olur. Sən 124 min peyğəmbərimiz. O Allah tərəfindən onlara verilib. Axırıncı peyğəmbər deyib ki, Xatəmül Ənbiya, yəni mən sonuncuyam, məndən sonra olmayacaq peyğəmbər. Ondan sonra isə alimlər gəlib, yaşçılar, şairlər, məsələn Nizami Gəncəvidir, Nəsimidir. Bunlar da vergili adamlardır. Bunun özü də vergidir. Amma onlar peyğəmbər deyirlər. Elə bir tarix yetişdirə bilər elə insanları. Nəsimin əsərləri hamısı fəlsəfədir, hamısı Allaha olan sevgidir və onun hərflərin, yozumlarını açanda da gəlir, yox, numarologiya çıxmır. Quran ayələrinə gəlir, çıxır. Nəsimi də bir numarologiya Nəsimi yox, ən çox bu sahələrdə mən dediyim kimi Buxara alimləri daha çox istifadə edir numarologiyada. Nəsimi qəzəllər, şeirlər, ondakı gəlib yenə də Allaha, İslamiyyətə çıxır. Bu ayaq verdiyiniz bu tip insanlar nə ilə əlaqə saxlayırlar? Yenə deyirəm, biri kosmosdan alır, biri günəşdən alır, biri nədən alır, deyil. İnsan bu sualın cavabını verə bilməz. Əgər bunda həqiqi vergi varsa, özü bilə bilməz nədir bu. Sadəcə ani momentdə özündən çıxa bilər və deyər, alınır. Ümumiyyətlə, son zamanlar bu cinlər söhbəti çox dəbə düşüb, o da düşüb. Bir dəfə də mən belə bir söz dedim ki, bu cinlərlə harada müqavilə bağlayırlar yəni. Yəni, düz Quranda məlumat verir, cinlər, mələklər, nələr, onların da yaxşı mənada, pis mənada var. Filan kəsi cin tutub, cin vurub, biri deyir ruh tutub, ruh vurub. O şey ki, mən məsəl üçün gözümlə görməsəm, ya hiss eləməsəm, mən onun cavabını vermərəm. Niyə görə? İndi insandır. Bizim alimlərimizdən biri də bu yaxınlarda dedi televizor vasitəsilə ki, çox qəşəng izah verdi. Həkim, psixologdur, o özü alimdir. Cavabı belə verdi ki, təhtəl şuur deyilən bir şey var insanda. Şuuraltı vəz zədələnə bilir. Və o insan özü inanır ki, onda nəsə var. Heç ətrafı qoyaq qırağa. Özü özünə inanır ki, mən vergiliyəm, mən cinlərlə işləyirəm, mən nəylə. O şuuraltı vəz yaralananda, əziləndə, onda belə hallar yaranır. Və sona qədər də onu aparır. Amma onu da izah edeyim, şuuraltı vəzlər təkcə yıxılmaqla, ya harasa dəyməklə yaranmır insanda. Vəzlərin əzilməsi. O, hətta magiya vasitəsilə də insanlara təsir edə bilirlər. Yəni, onu dəllik dərəcəsinə gətirib çıxarda bilirlər. Onun əcəl yox, həyatı ilə oynaya bilirlər. Yəni, o insan özünün idarəçiliyi itirir. Və inanmır belə şeylərə ki, magiya var, yoxdur. İndi də hamı deyir, boş şeydir. Amma mən həmişə deyirəm, bütün inkişaf eləmiş ölkələrə baxın, seriallarına baxın, amma magiyadan danışır. Var. Əgər bunu müqəddəs kitablar şeytanın varlığından danışırlarsa, belə qarı işlərlə məşğul olanlar da şeytan tərəfdarlardır. Bismillahlə başlanılan işlərdə cin məhfumu ola bilməz. Bir şeyi ki, Bismillahirrahman, Allahın adı ilə başlayıram. Sən Allahla başlayıb cinlərlə iş görürsən. Bu biraz ağla sığmayan şeylərdir. O ki, qaldı cinlərlə işləyən insanlar deyirlər ki, mən cinlərlə işləyirəm. Valla mən açıq danışmağı xoşlayıram, istəyirsə Allah ondan düşmənim olsun. Hamısı yalandır. Hamısı yalandır. Sənə Allah bu yola açmasa, sən onu gedə bilməzsən, əl və qələm götürüb hər hansı bir ayə yaza bilməzsən. Mən cinlərlə işləyirəm, bugün cinimi göndərəcəm, nə bilim, sözə gələcək, belə eləyəcək. Qoy o cinlərlə işləyənlə cəmaatı aldatmasın. Əgər gücləri çatırsa, o cinlərdən bir ikisini mənim yanıma göndərsin, mənlə məqbul olsunlar.
şəxsi bir insandan ki, söhbət gedəcək, sadəcə onun doğum ili, ayı, günü mənə verirsiniz. Mən oturub hesablayıram. Sonra o haqda sizə məlumat, yəni ki, tarixdə necə insan olub, ya indi necədir, o haqda məlumat verir. Eksperiment zamanı milli qəhrəman Çingiz Mustafayevin doğum tarixini yazıb, bildirmədən ekstrasensə təqdim etdik. Mən indi bu hesablamaları əbcəd hesabı aparacam. Nəticə etibarilə bu insan haqqında bacardığı məlumatı mən verəcəm. Bu insanlar çox qətiyyətli insanlar olur, çox mübariz insanlar olur. Həyatda hər şeyə riskə getməyə bacaran insanlar olur. Hər tərəfli insanlar olur. Yəni ki, həyat boyu mübarizə aparırlar və hər şeyə. Bunlardan daha çox musiqiyə meyillilik, yaradıcılıq və təşkilatçılıq kimi qabiliyyətə malik olurlar və təəssüf edirəm ki, tarixlə olan insanlar uzun ömürlü olmurlar. Vətənpərvər, vətəni sevən, yəni millətini sevən insanlar olur. Həmişə də zirvədə olmağı xoşlayır. Çox vaxt da öz əcəli ilə getmirlər dünyada. Bu kitab haqqında mən məlumat verim sizə. Kitabın adı Niyyətdir. Burada bəsirət gözüdür. Burada da numaroloji hesablamalardır. Burada mənim haqqında söhbətdir. Bu kitaba necə niyyət edib baxırsan. Sadəcə əlvə götürürsən, 10 saniyə biotok verib Bismillah deyirsən, Bismillahirrahmanirrahim. Və ürəyin istəyən səhifəni açırsan. Əvvəlcədən də düşünürsən, sağa baxacam yoxsa sola. Hər səhifəsində cəmi bir dənə cümlə yazılır, başqa kitablardan fərqli olaraq. Gündə 3 dəfədən artıq bu kitabı istixarə eləmək olmaz. Onda özünə qoyur.